Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Çin mövzusudur. Çin 19-cu əsr, 20-ci əsrin əvvəllərində. 19-cu əsrdə Çində hakimiyyətdə Mancur sülaləsi idi. Çində Mancur sülaləsinin hakimiyyəti dövrü 1644-1911-ci illəri əhatə edirdi. Hindistanda olduğu kimi Çində də Böyük Britaniya Ostend şirkəti vasitəsilə Hindistanı ələ keçirməyə çalışır və bunun nəticəsində Ostend şirkəti vasitəsilə Çini xammal və satış bazarına çevirməyə çalışırdı. Bu dövrdə İngiltərə Çini asılı hala salmaq üçün ağ ölüm adlandırılan triyaj ticarətindən istifadə edirdi. Triyaj ticarəti vasitəsilə Çin əhalisini asılı hala salmaq və bunun nəticəsində də Çini öz müstəmləkəsinə çevirməyə çalışırdı. 19-cu əsrdə Mancur Tisin sülaləsinin rüşvətxorluq və korrupsiya siyasəti, rüşvətxorluq və korrupsiyaya qarşı narazılıqlar tez-tez əhalinin üsyanına səbəb olurdu. Çin 19-cu əsrdə əhalisinin sayına görə dünyanın ən böyük ölkəsi idi. Bu dövrdə əhalinin sayının artması əkinə yararlı torpaqların çatışmamasına gətirib çıxardırdı. Bu dövrdə Mancur Tisin sülaləsinin təzriqçilik siyasəti də Avropa ölkələrinin Mancur Tisin sülaləsi ətraf aləmdən təzriqçilik siyasəti yeridirdi. Bir növ qapalı siyasət yeridirdi. Mancur Tisin sülaləsinin də qapalı siyasət yeritməsi Avropa ölkələrinin narazılığına səbəb olurdu. Bu dövrdə İngilislər Çini asılı hala salmaq üçün əvvəldə dedik, Çinə triyaj gətirirdilər. Bu bir növ ağ ölüm idi. Bunun nəticəsində İngilislər triyaj Çin bazarlarında ticarət əlaqələri yaradır və bunun nəticəsində triyaj alverini genişləndirdilər. Hətta bu dövrdə Mancur Tisin sülaləsinin və yerli məmurların bir qismi də bu ticarətə razılıq verirdi. Çünki onlar da bundan gəlir götürürdülər. Və beləliklə İngilislər Çində triyaj ticarətin gümüşlə həyata keçirirdilər. Triyaj verirdilər, əvəzində gümüş pul alırdılar. Bu da ölkəyə, İngiltərəyə kifayət qədər gümüşün daxil olmasına gətirib çıxardırdı. Artıq 1800-cü ildə müttərəqqi şəxslərin köməyi ilə 1800-cü ildə Çin imperatoru triyaj ticarətini qadağan edən fərman verdi. Bununla da xarici şəxslərlə bir sıra imtiyazlar imzalandı. Bunun nəticəsində Çinlilər ingilislərə və digər xarici tacirlərə Çinə triyaj gətirməsini qadağan edən fərman verdi. Bir sıra xarici tacirlərlə imtiyazlar imzalandı. Lakin bu İngilislərin narazılığına səbəb oldu. Bu da İngilislərlə toqquşmalara gətirib çıxartdı. Çin tarixində iki dənə triyaj müharibəsi olmuşdu 19-cu əsrdə. Birinci triyaj müharibəsi 1840-1842-ci illəri əhatə edir. Birinci triyaj müharibəsinin səbəbi nə idi? Birinci triyaj müharibəsinin səbəbi İngilislərin Çinə triyaj gətirməsi, triyajlə ticarət əlaqələri saxlanması, ikinci əsas səbəbi isə İngilis hərbi eskadralarının Çin sahillərinə yaxınlaşması və Çinlərə qarşı silah işlətməsi ikinci triyaj müharibəsinin başlanmasının səbəbi oldu. Və nəticədə triyaj müharibəsi nəticəsində İngiltərə Çinə qalib gəldi. 1842-ci ildə Nankin sülh müqaviləsi imzalandı. Nankin sülh müqaviləsinə görə məğlub olan Çin təzminat ödəmək məcburiyyətində qaldı. Hətta ölkənin 5 limanın İngilislər üçün açıq elan etdi və İngilislər Çinin 5 limanında açıq şəkildə ticarət əlaqələri saxlaya bilərdilər. İngilislərə bir sıra ticarət güzəştləri verildi və bunun nəticəsində xarici tacirlər Çində məskən salmaq, qoşun saxlamaq hüququ da qazandı. Çinə məxsus olan Şiyanqan, Hong Kong adası da İngiltərəyə verildi. Və bunun nəticəsində Çin bir növ İngiltərənin yarım müstəmləkəsinə çevrildi. Bu dövrdə Çin təkcə İngiltərə ilə yox, həm də ABŞ və Fransa ilə də qeyri-bərabər hüquqlu müqavilələr bağladı. Mancur Tisin sülaləsi 1844-cü ildə ABŞ
və Fransa ilə də qeyri-bərabər hüquqlu müqavilə bağladı və bunun nəticəsində fransız tacirlərinə də, ABŞ tacirlərinə də ölkə ərazisində kifayət qədər güzəştlər verilmiş oldu. Bu dövrdə Manzur Tisin sülaləsinin siyasətinə qarşı, müstəmləkə zülmünə qarşı ölkədə üsyan baş vermişdi. Ölkədə baş vermiş ən mühüm üsyan Taypinlər üsyanı idi. Taypinlər üsyanı 14 il davam edib, 1850-1864-cü illəri əhatə edir. Taypin sözünün mənası Çincə böyük sadət deməkdir. Bunlar nəyə qarşı mübarizə aparırdılar? Ağır vergi siyasəti və xarici təcavüzkarlara qarşı mübarizə aparırdılar. Bunların əsas ideyası nə idi? Ümumi bərabərlik, ümumi rifah dövləti yaratmaqdan ibarət idi. Və bunun nəticəsində Taypinlər tərəfindən Nankin şəhəri tutuldu. Bunlar Nankini özlərinin paytaxtı elan etdilər və bunun nəticəsində onların yaratdığı imperiya adlanırdı, kəndlilərin imperiyası adlandırılırdı. Bu dövlət həm də Taypin dövləti adlandırılırdı. Taypinlər tərəfindən bir sıra islahatlar keçirildi. Keçirilən islahatlar nəticəsində vergilərin miqdarı azaldıldı, qadınlarla kişilərə bərabər hüquqlar verildi. Bu dövrdə ancaq Manzur Tisin sülaləsi bu üsyanı tək başına yatırda bilmədi. İngiltərə, Fransa, ABŞ-ın köməyi ilə 1864-cü ildə Taypinlər hərəkatı yatırıldı və Taypinlərin yaratdığı dövlət süquta uğradı. Bu dövrdə ölkədə 2-ci Triaş müharibəsi də baş vermişdi. 2-ci Triaş müharibəsi 1856-1860-cı illəri əhatə edir. 1853-1856-cı ildə Krım müharibəsi baş vermişdi. Krım müharibəsindən sonra artıq İngilislər və fransızlar müttəfiqlik siyasəti yeridirdilər. İngilislər və fransızlar Çindən bir sıra güzəştlər tələb etdilər. 1842-ci ildə bağlanmış Nankin sülh müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb etdilər. Onlar Çin çaylarında sərbəst ticarət hüququ istəyirdilər. Və beləliklə Çin çaylarında İngilislər istəyirdi ki, İngilis gəmiləri sərbəst şəkildə üssün, ticarət əlaqələri saxlasın, xüsusilə Yansi çayı boyunda. Ancaq Çin hökuməti buna rədd cavab verdi. Çin hökumətinin buna rədd cavab verməsi müharibəyə gətirib çıxartdı. 1860-cı ildə İngilis və fransız qoşunları tərəfindən Pekin şəhəri tutuldu və bunun nəticəsində 1860-cı ildə Pekin müqaviləsi imzalandı. Pekin müqaviləsinə əsasən ölkədə tiryəkin açıq satışına icazə verildi. İngiltərə və Fransa yenidən təzminat aldı. 1842-ci ildə Nankin müqaviləsinə əsasən İngiltərə ilk dəfə təzminat almışdı artıq. 1860-cı il müqaviləsinə əsasən İngiltərə ilə yanaşı Fransa da təzminat aldı. Çin ərazisində sərbəst ticarət, İngilis və fransızlara sərbəst ticarətinə icazə verildi. Xüsusilə bunlar Yansi çayı boyunda sərbəst şəkildə ticarət əlaqələri saxlaya bilərdilər. Təkcə bu ölkələrlə yox, bu dövrdə Çin Rusiya ilə də müharibə aparmışdı və nəticədə 1858-ci ildə Çin və Rusiya arasında Ayqun müqaviləsi imzalanmışdı. Bu müqavilənin şərtlərinə əsasən Amur çayının sol sahili də Rusiyanın nəzarətinə verilmişdi. Bundan əlavə 19-cu əsrin ikinci yarısında Çin hökuməti Fransa ilə 1884-85-ci illər, Japoniya ilə də 1894-95-ci illərdə müharibələr apardı. Bu müharibələr Çinin məğlubiyyəti ilə nəticələndi və Çin, Vyetnam, Koreya və Tayvan ərazilərinə nəzarəti itirdi. Artıq bir sıra müharibələr nəticəsində ərazilərin itirilməsi, ölkənin yarım müstəmləkəyə çevrilməsi ölkədə narazılığa səbəb olurdu. Xüsusilə müttərəqqi fikirli şəxslər, ziyalılar artıq bundan qəti şəkildə narazı idilər. Ölkə bir növ yarım müstəmləkə idi. Bu dövrdə hakim dairələr bu çıxış yolunu tapmaq üçün islahatları qərara verdilər. Onlar qərara ordu və donanmanın yenidən silahlanması haqqında qərar qəbul edildi. Dövlət sənayinin inkişafını təmin etdirməli idi. Bu dövrdə artıq ölkədə təhsil sahəsində də bir sıra islahatlar keçirildi. Bu dövrdə həmçinin keçirilən islahatlar nəticəsində xarici və yerli sahibkarlara məxsus bir sıra müəssisələr fəaliyyətə başladı.
Bu dövrdə demokratik ziyalıların təşəbbüsü ilə artıq ölkədə demokratik hərəkat genişləndi. Demokratik ziyalılardan olan şəxsi 1905-ci ildə Birləşmiş İttifaq yaratdılar. Birləşmiş İttifaqa Sun Yat-sen rəhbərlik edirdi. Sun Yat-sen tərəfindən bir sıra prinsiplər irəli sürmüşdü. Hansılardır? Millətçilik, demokratizm və xalq rifahı prinsipləri irəli sürülmüşdü. 1911-13-cü illərdə Çində inqilab baş verdi. Baş verən inqilab nəticəsində 1644-cü ildə hakimiyyətdə olan Mancur Tisin sülaləsi devrildi. Mancur Tisin sülaləsinin hakimiyyətinə son qoyuldu. Ölkənin müvəqqəti konstitusiyası qəbul edildi. Çin Respublika elan edildi. Çində prezident vəzifəsi təsis edildi və Sun Yat-sen ölkənin ilk prezidenti seçildi. Çinlə bağlı dərsimiz bu qədər.